Hörmətli izləyicilər, əgər siz də pensiyaların artmasını və pensiya yaşının azaldılmasını istəyirsinizsə, videonu bəyənib paylaşaraq dəstək ola bilərsiniz. Ötən həftə Milli Məclisin iclasında Maliyyə naziri Samir Şərifov deyib ki, insanlar normal pensiya almaq üçün 35 il işləməlidirlər. Nazirin açıqlaması isə birmənalı qarşılanmayıb. Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin sədri Tahir Mirkişili müsahibəsində qeyd edib ki, ölkədə yalnız staja görə deyil, həm də yığım məsələsinə görə pensiya tətbiq olunması qaydaları var. Məlumatına görə komitə sədri qeyd edib ki, bəzi ölkələrdə olduğu kimi Azərbaycanda da getdikcə yaşlı insanların sayı işləyən insanların sayına nisbətən artır. Son 4 ildə əmək pensiyalarının orta aylıq məbləğinin 120 manatdan çox artdığına diqqət çəkən Tahir Mirkişi gələn il Azərbaycanda orta göstəricinin ciddi şəkildə çoxalacağını vurğulayıb. Uşaq pulunun verilməsi ilə bağlı məsələyə aydınlıq gətirən komitə sədri qeyd edib ki, istənilən halda yardımlar ünvanlı olmalıdır.